İnsan qazancının arxasıca getməlidir. El arasında bizim Azərbaycanlıların bir sözü var. Deyir, Allah deyir, səndən hərəkət, mənlə bərəkət. Sən bir hərəkət elə. Bir get. Ruzunu da alıca get, işini de alıca get. İnşallah Allah'a təvəkkül elə. Ama Allah'ın əmri buradır ki, o səbəblər işi insan onu görür, ona ürək bağlamasın. O səbəblərin içində qərq olmasın. Bəzi adamlar düşünürlər, gücləri onların özününkidir. Bu güc ister fizyoloji olsun, ister əqli olsun, an içində insandan alınır. İnsan onu itirə bilər. Bir gün varıdır, o demək deyir ki, daimidir. Daimi de olabilir Allah versə. Ama ala da bilir. Yani bir insan o güce, o kudrete, o kuvvete, o imkana bağlanmamalıdır. Orada bağlı kalmamalıdır. Onu əsas bilməməlidir. Onda qərq olmamalıdır, batmamalıdır. Onun sahibini tanımalıdır.